De ki, mənə Allahdan qeyrisinə mi ibadət etməyi əmr edirsiniz, ey cahillər? Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur. Əgər şərik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan. Sən yalnız Allaha ibadət et və şükr edənlərdən ol. Onlar Allahı layiqincə qiymətləndirmədilər. Halbuki qiyamət günü yer bütünlüklə onun ovucunda olacaq. Göylər isə onun əli ilə büküləcəkdir. O pakdır, müqəddəsdir və onların ona qoşduqları şəriklərdən ucadır. Sur üfürüləcək və Allahın istədiyi kimsələrdən başqa göylərdə və yerdə kim varsa, hamısı öləcəkdir. Sonra bir daha ona üfürülən kimi, onlar qalxıb baxacaqlar. Yer öz Rəbbinin nuru ilə işıqlanacaq. Əməllər yazılmış kitab hər kəsin qarşısına qoyulacaq. Peyğəmbərlər və şahidlər gətiriləcəkdir. Onların arasında ədalətlə hökm veriləcək və onlara haqsızlıq edilməyəcəkdir. Hər kəsə öz əməlinin əvəzi tam veriləcəkdir. Allah onların nə etdiklərini yaxşı bilir. Kafirlər dəstə-dəstə cəhənnəmə sürüklənəcəklər. Nəhayət ora çatdıqda onun qapıları açıq olacaq və onun gözətçiləri onlara deyəcəklər: Məyər öz içərinizdən Rəbbinizin ayələrini sizə oxuyan və sizi bu gününüzə qovuşacağınızla xəbərdar edən elçilər gəlməmişdi? Onlar, əlbəttə gəlmişdi deyəcəklər. Lakin əzab sözü kafirlər barəsində gerçəkləşdi. Onlara içində əbədi qalacağınız cəhənnəmin qapılarına girin deyiləcək. Təkəbbürlülərin yeri necə də pisdir.